Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində peşə təhsilində keyfiyyətin idarə olunmasına doğru daxili keyfiyyət təminatının formalaşması mövzusunda forum keçirilib. Forumda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, Elm və Təhsil Nazirliyinin Elm, Ali və Peşə Təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva, Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Kənan Həsənli və digərləri iştirak ediblər. İki panel müzakirəsindən ibarət olan forum çərçivəsində peşə təhsili və əmək bazarının əlaqələri, keyfiyyət təminatı sahəsində çağırışlar və yeni tendensiyalar, həmçinin peşə təhsili müəssisələrində daxili keyfiyyət təminatı sisteminin qurulması istiqamətində praktik addımlar ətrafında fikir mübadiləsi aparılıb. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.